Gedirik bugün transformlar, translate'lər, hoverlər, transitionlar və animasiyalar görək nədir, nə işə yarayır, nə edirik bunlar ilə. Əksəriyyətini yüngül görmüşdünüz. İndi gedək daha detaylı baxaq. Index HTML kart olsun. Direkt karta özellikler verək. Uşaqlar, yaşım hələ cavandır, eşidirəm. Windows L ekrana qoyasın, sonra danışarız tənəffüsdə. OK, width 100 piksel. Qabaq, sağ, Windows L. Background color red olsun. Yaxşı uşaqlar, indi mən necə eləyərəm ki, bu karta mən klik eləyən, üzərinə gələn zaman bu yaşıla çevrilsin. OK, hover deyirsən, hover eləyək. Hover, background, color, green. Gəlirəm. Yaxşı, necə eləyirəm ki, biraz yavaş olsun, ya da qəşəng. OK. Zaten indidən əvvəldən bildiyimiz yüngül transition dəyərini verirəm. 300 ms. ms də verə bilərəm, 0.3 s də verə bilərəm, yəni 0.3 saniyə və 0.5 saniyə gəlir bu formada. Dəyişər. OK, bunları zaten bilirdiniz. Bilməyən var mı? Üstündə qalmama ehtiyac var mı? OK, onda gələm biraz da maraqlı şeylərə. Gəlin onda biraz başqa şeylər eləyək. Mən istəyirəm ki, bunun üzərinə gələndə bu fırlansın. Bunun üçün transform dəyərlərindən istifadə edirəm uşaqlar. Transform, rotate, x oxu, y oxu, yox, x oxu, y oxu, z oxu. Gözünüzdə bir dənə canlandırın. Blenderdən işləyən olub. 3D dizayn edən olub. OK, əla. Şey kimi düşünün də, belə xətləri x, y necədir? Belə koordinat oxu, koordinat sistemi. Bir dənə də belə dümdüz ekrana baxan ox keçir. O da z-dir. OK-dirmi? Yaxşı, mən indi x oxuna görə çevirsəm nə olar? Belə ki, bax budur. Belə də y-dir, bu da x-dir. X oxuna görə çevrilsəm nə olar? Yaşa. Y-ə görə çevrilsəm nə olar? Sağ. Z-ə görə çevirsəm nə olar? Öz ətrafında, bu oxa görə. OK-dirmi? Öz yazını daha yaxşı biləcəksiniz. OK, Z-ə görə çevirək. Z-ə görə deyək ki, 50 degree çeviril. Ya da biraz daha belə bir şey deyək. Yaxşı, mən istəyirəm ki, çevrilə yumru olsun. Nə edərəm? OK, nə verərəm? 50%. OK. Yaxşı, mən istəyirəm ki, həm də böyüsün. Deyə bilərsiniz ki, width height artır. Tamamilə haqlısınız. Amma burada eynən scale işlətmək məsləhətdir. Burada scale-in uşaqlar özəlliklərini görürsünüz. X oxuna görə sadəcə, Y oxuna görə sadəcə, Z-ə görə sadəcə. Amma default belə versək, hər tərəfdən avtomatik verir. Margin kimi düşünə bilərsiniz. Ki, yuxarıdan, aşağıdan, sağdan. Bu da X, Y-də eynisini verir. 1 default dəyəridir. 1.5, yəni ölçüsü 100-dürsə 150 ilə deməkdir. Bu indi kiçilsə daha yaxşı olar deyə düşünürəm. Bu formada. Yaxşı, nəyə gördük? Rotate dəyərimiz var, scale dəyərimiz var və bunlardan başqa da hələ ki, belə deyək, obesini itirdim.
Gəlirik bu formaya sala bilirik. Gedək digər özəlliklərimizdən birini də görək. Transform, translate, misal üçün x 50 piksel, 100 piksel. Bu nə edəcək uşaqlar? 50 piksel, 100 piksel. Gedək bunu mənfi deyək. İkinci dəyər y, birinci dəyər x olaraq gördüyünüz kimi mənfi də dəyər alır. Olduğu yerdən özünü dəyişdirir. Not. Biz bunu deyə bilərsiniz ki, mən buna position absolute deyərdim. Onun top left ilə oynayardım, bunu alardım. Tamamilə haqlısınız. Bu cür yazılan animasiyalar da var. Amma transform, translate eləmək daha yaxşıdır. Çünki bu performansda prosessoru, RAM-ı daha az yorur. Yəni şeydə top left dəyərini dəyişsən hələ ki. Titrəmə var hiss eləyirsinizsə, bunun səbəbi nədir? Biz ki artıq üstündə hover eləyəndə o orada olmamış olur. Dolayısıyla üstündə deyil deyə animasiyanı geri qaytarmağa çalışır. Okeydirmi? Gəlin indi sizə başqa bir qəşəng bir şey göstərməyə çalışım. Rotate Y olsun 180 dərəcə. Okey, bu formada dəyişir, düzdür? Hətta gəlin biraz diqqət edirsinizsə, bu sanki 2D-ymiş kimi çevrilir. Yəni, heç bir dərinliyimiz yoxmuş kimi. Yəni, şey kimi düşünün, ekran necə baxırıq? Mario oyunu kimi. Mario oyunu necə idi? 2D-dir, elə biləsi, dərinlik yoxdur. Bu da həmçinin, yəni, mən durub bunu çevirsəm, burada bir hiss eləyərsən də ki, nəsə bu çevrilir, asıl. Uşaqlar, bunu istifadə edə bilmək üçün bizim perspektiv özəlliyimiz var. Perspektiv valideynə verilir. Yəni, kim ki istəyirsiniz qəşəng görünsün, onun valideynə demək lazımdır ki, bu qədər dərinliyi var. Dolayısıyla, mən karta demək istəyirəm, kartın valideyni yoxdur, onda body'dir, gedib deyək, perspektiv. Özünün ölçüsü nə qədərdirsə, ondan biraz böyük verə bilərik, 200 piksel deyək. Buna baxın. Artıq bu formada. Amma biraz yavaşlanır. Biraz necə istəyir. 1 saniyə. Bu formada eləyə bilərik. Sual varmı? Yaxşı, deyək ki biz valideyn olsa onu da verə bilərsən. Tənbəllik elədim yaratmaq prosu. Okey. Yaxşı, diqqət ediriksə, bu rotate-i nəyə əsasən eləyir? Yəni, döndər deyirəm də nəyə əsasən döndərir? Mərkəz xəttinə görə. Ortasından döndərir. Yaxşı, mən istəsəm ki, bunu qapı kimi çevirsin, belə. Bildinizdə necə, yəni, belə bu cür çevirir. Mən istəyirəm, bu cür çevirsin. Bunun üçün uşaqlar, gedib deməliyəm ki, transform origin left, misal üçün. Ki, misal üçün, qapı effekti, eynən bayraq effekti bu formada gəlir. Top desəm. Okey, yox şey, x-ə görə dəyişməliyəm top. Dərəcəni də həmçinin uşaqlar mənfi verə bilərəm. Ki, əksinə də.
Bu formada. Lakin diqqət edin, burada işimizi görən perspektivdir. Bu olmayaydı 2D belə dərinlik yoxdur deyə şey kimi görür. Dərinliksiz Z oxu olmadan. Bu formada. Sual varmı? Okey. İndi sizdən istədiyim belə bir şey eləməyiniz olsun. Ya da okey, özüm yazım. Okey, yaxşı. Bunu sizə yazdırmama ehtiyac varmı? Yəni perspektivi sərbəst işlədərsən. Onsa yazmısınız da. Okey. Sürətli formada bir dənə perspektivi. Diqqət edilsə, bunun üzərinə gələndə fırlanması üçün bəzən belə deyim, burada qəşəng oldu, amma deyək ki, bəzən üzərinə gəlirik və buna təsir etmir. Yəni edir də yarımçıq qalır, özünü itirir. Demək istədiyim işləmir. Okey. Deyək ki, nəsə müəyyən bir səbəbdən üzərinə gəlirik və bu işləmir. Çünki artıq həmin yerdə deyil. Bayaq misal üçün olur, bəzən titrəyir deyə də. Bunun qarşısını almaq üçün bunu böyük veririk. Bunun içindəki ilə işləyirik və onun valideyninin hoverində buna təsir edirik. Yəni necə? Misal üçün o effekti almağa çalışıram. Rotate Y. Misal üçün buna baxın. Baxın misal üçün buna. Titrəyir bəzən. Bunun olmaması üçün nə edirik uşaqlar? Bunu başqa bir yox, o başqa şeydir. Bunu başqa bir divin içinə alırıq və o divin içində buna hover veririk. Bunun ki ölçüsü, forması heç vaxt dəyişmir. Dolayısıyla burada titrəmə falan yaşamırıq. Yəni bu ekranın altına da getsə, olduğu yerdən fırlansa da, düşsə də yuxarı, qalxsa da fərqi yoxdur. Bununki yeri sabitdir. Mən buna nəzərən işimi görürüm. Misal üçün boksa gedək. Misal üçün. Mən indi bunun üzərinə gələndə buna təsirləmək istəyirəm. Bu ki bunun valideynidir, bunu eləyə bilərəm. Əks təqdirdə eləyə bilməzdim. Bu zaman nə edirəm? Deyirəm ki, boksun hoverində karta təsir elə. Baxın. Okeydimi? Və bu vacibdir. Ki, birbaşa özünə yox, valideyni vasitəsilə təsir eləmək. Bu, titrəmələrin qabağını alır və bəzən ehtiyacımız olur da ki, misal üçün, böyük bir şeyin ortasına gələk də sağdan bir şey dəyişsin. Sual var mı bundan bağlı? Yoxsa? Məşq etdirməyə buna ehtiyac var mı? Bu əslində biraz qarışıqdır. Okey. Bir dənə sürətli bunu eləyin ki, üzərinə gəlin, dəyişsin. Yəni, deyək ki, biz bunu debug eləməliyik, eləyə bilmirik, çünki yoxdur və yaxud başqa bir formaya gəlir. Nə edirik uşaqlar? Inspect eləyirik, gəlirik üzərinə elementin, deyirik ki, burada hover var. Basırıq ona, hover olmuş halını görürük. Baxın, buradan da cardın hoverli formasını görürük. Buna hover eləyirəm. Belə oldu. Belə oldu. Okeydimi?
Lazım olmayanda da götürürəm. Ki işdir, hansısa saytda bunu görmək istəsəm, hoverli halını buradan bu formada eləyə bilərəm. Okey. Yaxşı. Gedək indi bir dənə bunun digər özəlliklərinə görə transition. Transition'ın işte bildiyimiz kimi transition özəlliyi var, delay özəlliyi var. Delay özəlliyi nədir uşaqlar? İlk başlayanda nə qədər gözləyin. Yəni bunun üzərində gələn kimi bu işləyir, düzdür? Mən gəlib buna desəm ki, transition delay. Bəli, misal üçün 2 saniyə. 2 saniyə heç nə olmayacaq, 2 saniyədən sonra işləyəcək. Bəli. İndi transition duration bunun işte nə qədər müddətə olsun odur. Biz sadəcə bunun qısa özəlliyi ilə bir yerdə yazırıq deyə bir sətrə yazırdıq. Amma belə də yaza bilərsiniz. 200 ms transitionu silərəm. Niyə? Delay. Okay. Transition property-də yenə, misal üçün biz transition 2 yazırdıq, duration yazmırdıq. Biz heç nə yazmayanda bu özü başa düşür ki, hamısını eləməlidir. Amma bizim bir neçə və ya bir transitionımız olaydı, gedək görək neyiniyib. Yəni, qısaca bu özəllik. Transition deyir, bir ki, width 2 saniyəyə dəyişsin, height 4 saniyəyə dəyişsin. Okeydirmi? Lakin heç nə yazmasaq, default dəyəri aldır. Yəni, hamısı. Nə özəllik var, hamısı. Burada örnəyi olmalı idi, yoxdur. Okey, neysə, yəni yadınızda qalsın ki, aldı. Yəni, bütün özəlliklər. Heç nə yazmayanda və ya gəlib belə eləsək, yəni, bunu yazmaqla bu formada belə hər şey 4 saniyəyə baş verəcək. Və ya belə də yaza bilərdik. Yenə 4 saniyəyə baş verəcək. Okeydirmi? Amma misal üçün deyək bura ancaq width. Gördünüz, height'ın sürətini gördünüz. Bir anda baş verir. Wedge'ini almadı o. Transition olaraq yəni. Dəyişdi, amma transition olaraq wedge'ini almadı. Sual var mı? Okey, yəni işlədən də bu formada işlədin. Nəyə ehtiyac olarsa da, yəni spesifik olaraq hansısa daha tez gec olsun, bu formada eləyə bilərsiniz. Gələk transition timing function-a. Transition timing function nədir? Belə seçə bilməyəcəksiniz. Baxın uşaqlar. Yarışmırlar. Hamısı eyni saniyədə başlayır. Amma baş vermə prosesinə baxın. Liner bütün zaman ərəfəsində, yəni buna 2 saniyə verilibsə, 2 saniyənin hər bir zamanında eyni sürətdə hərəkət edir. Eyz əvvəldə sürətlənir, sonda yavaşlayır. Yəni, məsələn, animasiyanın dəyişməsini, yəni height ola bilər, rotate ola bilər. Rotate-in əvvəlini sürətli eləyir, axıra yaxın yavaşlayır. Bu başqadır, bunlara gələcəm animasiyada. Bunun eynisi transition'da da var. Sadəcə özüm buradan göstərdim ki, siz həssəsiz hiss eləyəsiniz fərqi. Beləsi çox da bilinmir. Hamısı elə bilsən ki, eyni şeydir. Bunlar nə edir uşaqlar? İşte animasiya necə baş versin? Yəni, height'ı 50-dən 100-ə gətiririk. 50-dən 100-ə hamısı eyni zamanda mı gəlsin? Əvvəl sürətli gəlsin, ortalarda yavaşlasın, sonda sürətlənsin və ya əvvəldə yavaş, ortada sürətli, sonra biraz da yavaş. Və ya sürətli, yavaş, yavaş. Bu, bunları təyin edir. Okeydirmi? İşte bunların defaultları bizim işimizə yaramasa, Cubic Bezier adlı özəllik var. Spesifik bizə imkan tanıyır ki, istədiyimiz timingdə bunu verək.
Okey, sual var uşaqlar. Yəni qısaca bizim zamanımızı necə idarə etməsini göstərir. Ki, e, təcil yadında fizikadır. Eynisi. Okey, onda şey kimi yadda saxla. Normalda sürət saatda 60-dan gedir. Saatda 60-dan sürətə sahibsən. Bakıdan Qəbəliyə saatda 60-dan dəyişmədən 60-ı gedirsən. Bu linerdir. Easy-də, misal üçün, yolun əvvəlini 120 ilə sürürsən, ortasında 60, sonda təzədən 120. Və yaxud 60, ortada 120, bunu təyin edir. Amma istənilən halda uşaqlar 1 saata çatmalısınızsa, duration nədirsə, o vaxtda bitməlidir. O zaman periodunda necə davranmasını təyin edir. Okey. Transitiondan bu qədər. Transitionın belə başqa bir özəlliyi yoxdur. Animationda da oxşar özəlliklərdir. Yaxşı, bəs mən animasiyanın, daha doğrusu bu dəyişikliyin baş verib qalmasını istəsəm və yaxud onu əldə edilməsə də özü daimi dəyişməyini istəsəm və ya diqqət edirsinizsə, transitionlar bir formadan digər formaya keçir sadəcə. Yəni, bəs istəsəm ki, buradan bura keçsin, sonra bura keçsin, sonra bura keçsin. Yəni CSS-də necə media query yazılırsa, burada da Yox, sadəcə animasiya işləyəcək. Yəni transition sadəcə bir hərəkətli dəstəkləyir. Animasiya isə çox hərəkətli və təkrarlana bilənləri dəstəkləyir. Həmçinin mən hover-da animasiyada verə bilərəm. Okey, gedək görək animasiyalar nədir. Yeri gəlmişkən bir dənə transformlara da yüngül baxaq. Zaten əksəriyyətini gördünüz, amma yenə də göstərim. Transform özəlliyi uşaqlar olduğu yerdən dəyişir. Position top left kimi düşünə bilərsiniz, amma performansda daha sürətlidir. Rotate işte olduğu yeri çevirir, rotate mənfidə işləyir falan. Scale əgər x və y deyilsə, həm x-dən, həm y-dən eyni qədər böyüyür. 0,9-dursa, hər iki tərəfdən həm enindən, həm uzunluğundan 10% azaldır. 1,2-dirsə, həm uzunluğundan, həm enindən 20% artırır. Əgər scale x-dirsə, sadəcə x oxuna görə, yəni enini sadəcə artırır. Scale x falan. Sual olsun uşaqlar üstündə qalım. Yəni buralar scale özəlliyini demək olar işlətmirik. Bu yanlardan dartmaqdır. Heç nə. Əymək belə deyək. Öz üzərində əymək bu oxlara əsasən. Matrix özəlliyi nədir uşaqlar? Matrix özəlliyi burada bunu görürsünüz. Zaten özü açıqlayır hər şeyi. İşte qısa yazılışıdır. Yəni siz rotate x, rotate y yerinə sadəcə rotate yaza bilərdiniz. Bu deyir ki, yəni hamısını bir yerdə yaza bilərsən ki, matrix, bəs bu, sonra bu, sonra bu, sonra bu. Bir növ qısa yazılış kimi. Margin top, margin left, margin bottom, margin right 4 dənə özəllik yerinə bir dənə yazırıq ha. Bu da eyni söhbətdir. Yəni sadəcə qısa yazılışıdır digərlərinin. Okay, transform 3D-lərə gələk, rotate x, y-ə görə. Amma bu Vertical niyəsə bunları belə göstərir. Amma yəni perspektivdən heç danışmır belə. Amma yadda saxlayın ki, yəni bu formada işlətsəz təkcə perspektivsiz, elə 2D-dən fərqi olmayacaq bunun. Okeymi? Perspektiv yoxdursa 2D. Okey. Yenə bu da eyni şeyləri deyir. Məndə aşağıda bir dənə yazır. Düzgün misal üçün mən özüm oxuyanda perspektivi cəmaatın kodunu görüb öyrənmişdim. Ki, okey, mən də eyni şey yazıram, mən də işləmir. Sonra öyrəndim ki, yəni perspektiv lazım imiş. Yaxşı, keçək bu animasiyalara görə animasiyalar nədir və neyindir? Animasiyalar bu formada işləyir. Biz animasiyalar infinite deyib, biz istədiyimiz qədər deyə bilərik ki, ömür boyu fırram. Ömür boyu deyəndə zərət qurtarana kimi. Okey. Yaxşı, gedək görək bunlardan necə istifadə edirik, nə işimizə yarayır, nə edə bilərik. Gedirik kodumuza. Bunları silək. Niyə silək? Silməyək.
olsun. Okey, box, padding falan olsun, olsun. Burada da artıq bunları yığışdırırıq. Hoverində də deyə bilərəm, hoversiz də deyə bilərəm. Okey. Mən istəyirəm ki, kart yuvarlansın, yumru olsun, sonra təzədən qayıtsın, sonra təzədən fırlansın. Və bu baş verərkən rəngi dəyişsin. Nə edirəm? Gedirəm, ət işarəsi, keyframes yazıram. Bu mənə özəlliyi verir. Misal üçün, my animasiya, my ani, nəsə belə bir şey. Yazıram. Uşaqlar, bunların from to özəllikləri də var, faiz özəllikləri də var. İndi faizlə də yaza bilərik. From to ilə də yaza bilərik ki, yəni misal üçün onun yerinə, from to-nun yerinə 0-100% də yazıla bilər. Bu niyəsə heç bir yerdə. Okey. Ki, bu formada. Yəni, bir yerdən digərinə keçəcə sadəcə bu formada yaza bilərik. Okey. Gedək. Deyək ki, 0%-də, necə yəni 0%-də? Gedək, zamanımızı verək, oradan daha yaxşı biləcəksiniz. Animation duration olsun 2 saniyə və animation name. İşləməsi üçün lazım olan bunlardır uşaqlar. Deyirəm 0%. Bu o deməkdir ki, 2 saniyənin başlanğıcında, yəni. Deyirəm 50%. Uşaqlar, bu başlanğıc anı. Bu başlanğıc anından 0,5 saniyəyə kimi. Bu 0,5 saniyədən 1 saniyəyə kimi. Bu 1 saniyədən 2 saniyəyə kimi baş verəcək. Və dəyərini alır animation duration'ıma görə. Buradan artıq nəyi dəyişmək istəyirəm onu verirəm. Background color misal üçün black, blue, bu formada verirəm. Baxın uşaqlar. Bir dəfə oldu, bitdi deyə belə oldu. Gəlir, dəyişir. Yaxşı, mən istəsəm ki, bu çox davam eləsin. Animation iteration count-dan istifadə edirəm. Deyərəm 3 dəfə olur. Gəlir 1, 2, 3 dəfə olur. Infinite verəcəm. Bu sadəcə 3 dəfə olandan sonra bitir uşaqlar. Amma istəyirəmsə ki, yoldaşımın dediyi kimi sonsuz olsun. Infinite verirəm, səhərə kimi fırlanır. Okey, burada da yenə animation timing function var. Animation timing function nə edir uşaqlar? Bayaq ki söhbət. Bütün zaman dilimlərində eyni mi olsun, yoxsa işte əvvəldə sürətli, axırda başqa cür olsun və s. Liner deyirik çox vaxt ki, yəni bütün animationlarda liner deyirik. Yəni ehtiyaca görə fərqli də yazıla bilər. Bəzən kubik pager yazılır. Çox vaxt hətta ki, animasiya kitabxanalarında. Bu formada dəyişir. Bu göstərdiyim özəlliklərdən sual var. Animasiya işləməlidir. Animation name, animation duration-dan. Zaman və hansı animasiya işləyəcək. Bu yazılmalıdır. Və ardından animasiyanın bacarıqlarını keyframe-lə təyin edirik. Və daha sonra form to ilə və yaxud faizlə bu zaman periodlarında necə baş verməyini təyin edib deyirik. Gedək indi biraz daha qəşəng bir şeylər eləyək. Deyək ki, burada bu border radius 50%-dir. Burada transform rotate bas belə bir anda fırlanacaq. Okey.
Bura çatanda transform scale 1.5'dir. Bura çatanda opacity 0.2'dir. Buradan da opacity 7 eləyək. Okey. Ağlıma qəşəng bir şey gəlmir deyəsi olan. Okey, bunu biraz sürətləndirək hətta. Amma hərəkət eləmək yaxşı. Ha, düz deyirsən. Okey, qəşəng. Sadəcə burada da getsin. Transform, translate 200 pikselin 100 pikselə. Okey. Okey uşaqlar. Yəni bu formada animasiyamı kontrol eləyə bilirəm. Yaxşı, bir balaca cüzi başınızı qarışdıra biləcək 2 dənə ön özəlliyinə gəlirəm. Amma biləndən sonra çox sadədir. Burada qarşı qalır. Okey, onda bir dənə bunu məşq eləyin, sonra davam eləyək. Bizim bundan başqa animation, bəli, onda bir dənə söndürün. Animation fill mode və animation direction özəlliklərimiz var. Animation direction uşaqlar nə edir? Misal üçün, gəlin animasiyamızı sadələşdirək. Əgər tapsaq. Hə. Deyək ki, bu kart belə özünü öldürməsin. Sadəcə istədiyimiz okey, bura diqqət edin uşaqlar. Orta sol, orta sağ. Deməli, animasiyam baş verir, amma bitən kimi neyir? Pat, keçdi təzdən əvvələ. Pat, keçdi təzdən əvvələ. İstəyirəmsə ki, bu getsin, olduğu kimi qayıtsın. Bunun defaultu animation direction normaldır. Hansı ki, bu davranışı. Reverse işte adından göründüyü kimi işte 100-dən tərsinə gəldi. Eyni şeydir, sadəcə bir 0-dan 100-ün yerini dəyişdirir. Hə. Bunun üçün alternate dəyərini istifadə edirik uşaqlar. Alternate dəyəri gedir, olduğu kimi də qayıdır. Okeydimi? Eynisinin əksi. Bəli, birinci bundan başlayır, sonra buna. Sol varmı? Orta sağ. Windows L, ekrana bax. Reverse-də işte 100-dən başlayırdı, 0-a gedir. Normalda 0-dan 100-ə getməli deyil. Orada 100-dən 0-a gedirdi. Amma yenə normaldakı kimi bir anda geri qayıdırdı. Alternate-də isə gedir, olduğu kimi də geri qayıdır. Arxa sol, arxa sağ. Elmin, əllər bir şey qaldı. Okay. Deməli, bu formada istifadə edə bilərəm. Animation direction nə oldu uşaqlar? Qismən, əslində hə, elə sadə formada da saxlaya bilərsiniz ki, animasiyanın olduğu kimi də geri qayıtmasını və ya elə adından da göründüyü kimi istiqamətini təyin eləyir. Yaxşı, ikinci, buna bir dənə diqqət edin, animation fill mode. Bax bu. Bunun 3 dənə özəlliyi var. Əslində nan da var. Inherit falan işte bu hər yerdədir. Backward, forward və both. Bunlar belə deyək, ada baxanda oxşatsaz da ki,
Backward yəqin nəsə arxaya doğru, forwardda bunun əksi olar. Heç bir aliyyat yoxdur. Neynir? Backward uşaqlar bunun başlanğıc dəyərini qoruyur. Necə yəni? Yənisi, bunun başlanğıc dəyəri qırmızı, düzdür? Bunu heç yerdə görmürəm ki. İndi buna baxın. Birbaşa qarıya keçmişəm. Baxın, gəldi səhraya oldu, düzdür? Bu formada, bu ilkin olaraq, indi biraz seçilmir. Fill modu hara yazdım? Gələn bit. Baxın, digərindən fərqli olaraq forwardda öz default dəyərinə qayıtmadı. Animasiyada nə alırsa axırda onu qorudu. Okeydimi? Bu forward. Əslində backward olmalıdır. Belə backwarddan yazır. Hə, yox, backward düzdür. Okey. Backwardda nə edir uşaqlar? Başlanğıc dəyərini birbaşa alır. Necə yəni? Normalda özələ qəşəng gözəlliyi var. Belə hiss olunmur. Forward axırıncı animasiyanın dediyinə qalır. Backward ilk dəyərini elə bir ki, anlıq olaraq bu görünür. Heç nə sizi. Sonra bu görünür. Amma animation fill mode backwarddırsa, onda birinci bu görünür. Yəni belə deyək, bu heç vaxt sayılmır. Birbaşa buradan başlayır. Desək ki, boss, onda bu hər iki özəlliyi də eləyir. Yəni həm animasiyanın sonuncusunu yadda saxlayır. Yəni animasiya bitəndən sonra default dəyərinə yox, sonuncu 100%-də nədirsə ona gəlir çıxır və ilkin dəyərini buradan yox, bu sıfırdan alır. Okeydimi? Belə. Bir dənə animation direction-dan animation film modu uşaqlar çətin qavrayır. Animation direction istiqaməti, işte animasiya olduğu kimi geri qayıtsın. Animation film modda boss, backward, forward dəyərləri var. Backwardda, forwardda gedib ən axırıncısı nədirsə onu alır. Vermişiksə, verməmişiksə defaultunu alır. Yəni qırmızıdırsa normalda qırmızıya qayıdır. Digərində isə, yəni forwardda, backwardda buradakı dəyəri yox, ilkin olaraq buradakı dəyəri görür. Bossda isə hər ikisi. Yəni, həm animasiyanın sonuncusunu dəyər olaraq alır, həm də ilkin dəyərini animasiyaya görə alır. Okey. İndi uşaqlar yoxdur, amma mən düzəltmişəm. Animation delay, yəni deməmək ehtiyac yoxdur. İlk başlayanda 2 saniyə desək, animasiya başlamazdan qabaq birinci dəfə üçün 2 saniyə gözləyəcək və daha sonra gəlib davam edəcək. Bitdi. Ya, alternate var deyə bu onu 2 sayır gəlib gəlməyi. Bu formada gəlir, dəyişir. 1, 2, gəldi, gözləmədən dəyişdi. Okeydimi? Suallar mı? Hələ. Boss vermişik, hər bir sürəncidir, cəmaatda, dəyər kimi. Səmrəni harada alır? Heç vaxt almır, çünki boss vermiş. Boss verəndə 0-dan 100-də Ancaq keyfremsi rəqəm alır. Və indi deyə bilərsən ki, mən digər dəyərini görmürəm. Axı, bu infinity deyə, ona görə görmürsən. Amma misal üçün, deyərəm buna 2. Bax, gəlir. Özünü. Axırı nədirsə, onda da saxlayır.
Burada bitdi deyə burada da dayandı. Amma normalda nə olurdu? Default dəyəri nədirsə ora qayıdırdı. Fill mode sus. Okeydirmi? Tamam uşaqlar, indi sizə gedirəm bəzi kitabxanalar göstərirəm. Okey uşaqlar, belə gözəl bir kitabxana var. Qəşəngdirmi? Bu hazır bir kitabxanadır. Buradakı hər şeyi biz istifadə edib yaza bilərik. Amma bunu siz yazacaqsınız. Kitabxananı sıfırdan yazmağınızı istəyirəm. Misal üçün, gəlin buna baxaq. Flash neyinir uşaqlar? Yəni, haradasa deyək ki, 1 saniyə ərzində baş verir. 1 saniyə ərzində neyinir? Əla. Display nanın transition özəlliyi yoxdur. Məntiqən düzdür. Amma transition animation dəyərləri displeylərdə işləmir. Yəni, siz nəysə display nan eləyib gətirsəz, o qəşəng gəlməyəcək. Bir anda gələcək. Çünki dəstəkləmir. Yaxşı, bəs onda başqa nə edə bilərik? Bunu almaq üçün ideyası olan? Düzdür, daha qəşəngi var. Ona da götür nəyi toplanıyor. Opacity-ni, misal üçün, 0-da opacity 1, 20%-də 0, 40-da 1, 50-də 0. Və ya 0-da 1, 100-də 0. Yəni, 0%-də 1 deyirəm, 100%-də 0 deyirəm, animation, iteration count, infinite, bitdi getdi. Eynisini alıram. Sonsuz təkrar edirəm. Hayır, bir dəfə edirəm, düzdür. Onda elə bir dənə verirsən. Sonra, misal üçün, rubber band. Bunu eləmək biraz çətindir. Eləmək olar, sadəcə oturub oynamaq lazımdır ki, tam o hissi alasan. Bounce misal üçün. Bu nə edir? Transform, translate. Yox, onunla deyilərsiniz, amma məsləhət deyil. Transform, translate ilə işləyir bu, belə halda. Transform, translate ancaq ilkə görə dəyişdir, düzdür? 10 piksel, sonra mənfi, yuxarı, aşağı dəydi, sonra 10, mənfi 10, mənfi 8, mənfi 6, yavaş-yavaş, top kimi. Güya yavaşlayır. Bu formada, sonra bu nə edir? Skew eləyir, yanlarını rotate eləyir sonra ilkə görə. Heartbeat var. Heartbeat daha çox asandır, nə edir? Nə edir? Daha qəşəng. Scale edir də mən. Yox, scale eğmək üçün edir. Font size. Böyüdük kiçildir da, böyüdük kiçilməyə transformla nə eləyirik? Ay sağ ol, scale-la. Skew dedin sən. Yox. Ok, neyse, olabilir. Scale-la eləyirik. Gəlir bu, böyür, kiçir, böyür, kiçir, böyür, kiçir. İşte bunun prosta o şeyini tutmaq lazımdır. Tam o işte duyğunu versin də, o saniyəni falan ilə ayarlamaq lazımdır ki, bunu versin. Sonra misal üçün bu. Çox asandır. Transform, translate, mənfi 1000 piksel. Oradan gətiririk bura. Tam gətirəndə də, gətirib çıxandan sonra bir dənə də scale veririk, все. Diqqət eləsəz ortada bir dənə kiçilib gəlir. Deməli opacity var. Opacity-ni də artırırıq. Bu. Sonra sadəcə bunlar var, yenə eyni qaydada. İstəyirəm burada yazasınız. Yoxsa başdan başlayın, bir tap yazı gedin də. Yazarsınız. Birinci, buradakı problemimiz nədir? Birinci. Bir dənəsini yazırsınız, bir dənəsindən sonra qalan hamısını yazırlar uşaqlar. Sadəcə bu. Bu nədir uşaqlar? Səhərdən yazırsınız. Perspektivi verdiniz. Perspektivi verdiniz. Rotate Y-in verdiniz. Hə, qutardı getdi. Bəli. Uşaqlar, məndən soruşmağa ehtiyac yoxdur. Kimisə ehtiyacı varsa 5 dəqiqəlik çıxa bilər, gələ bilər, misal üçün. Siqaret istisna. Gəlirsiniz, şeylirsiniz. Okey, indi uşaqlar dincələsiz deyə 5 dəqiqəlik gedin, gəlin. Gələcəm indi, başqa şeylər də var.
Mən də transport qalxdım. Bizim deməli bu oyuna belə özümüz var plan edirik. Yoxsa çaplamaları yapıyoruz. Bu lazımdır. Biz saf CSS işinə yazırıq. Sonra Bəli. Yəni Yəni çox düzəltmir. Mən bu şeyi Animasiyalar imkanlarını eyni. Amma heç yerdə yoxdur. Bax yazdın, tapdı bir yaza bilməyək. İnsan yanlış bir şey. Allah bilir. Hələ bilmirəm, mən saf olaraq. Meryem, bize pek şey mi değil mi? Ha. Hocam, bize pek şey. Allah'ım. O tip suallarla bağlı mail veya koordinatlarla görüşebilirsiniz. Səfərdən son dekan telefon var. Media soruş sizin dekanlıqdan mı verməlidir? Asus'un uşaqları göndərir ki, bir soruş. Deyəsən, ola bilməli. Dil Asus'da burada bir dənə soruş. Tekrar verdiniz, sen ona utanma falan. Siz ne dersiniz? Neden bildiniz? Ne kadar bilinir? Benim telefon satları Düzgün neden sen bildiniz? Evet. Neydi lan neden sen neydi? Yok. Animation trace. Hadi ben her şeyi yapmam. Yazarına ihtiyacı yok dostlar. Yani mantıqın O yazsın. silahına baştan yazacağım. Yani Silahına yazdım.
Burada şey efekti var. Flash var ya, yoksa çok gelmiyor. 11'den yazın. Tamam kadar. Tamam burada. Oyda bayaqdan rekord gedir.